Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz Şah İsmayıl Xətainin yaradıcılığı və Dəhnamə poemasının təhlili olacaq. Şah İsmayıl Xətai kimdir, nələrdən yazıb, necə yazıb? Şah İsmayıl Xətai ədəbiyyatımızda həm əruz, həm də heca vəznində yazan sənətkardır. Növ olaraq isə hansı ədəbi növlərdə yazıb desək, həm lirik, eyni zamanda poeması olduğu üçün epik növdə də yazıb deyəcəyik. Amma yaradıcılığa hansı növlə başlayıb bizə belə bir sual düşsə, yaradıcılığa lirik növlə başlayıb. Amma ədəbi növ olaraq həm lirik növdə, həm də epik növdə yazıb. Hansı vəznlərdə yazıb dedik? Həm əruz vəznində yazıb, həm də heca vəznində yazıb. Yazı forması olaraq isə yalnız nəzmlə yazıb, onun nəsrdə əsərini biz görmürük. Nəsrdə əsəri orta dövrdə ümumiyyətlə Məhəmməd Füzulidə görəcəyik. Daha sonra hansı dillərdə yazıb deyə bizə sual düşsə, deyirik ki, həm doğma türkcəmizdə, yəni Azərbaycan dilində, ərəb dilində, eyni zamanda təbii ki, fars dilində yazmışdı. Bəs heca vəznində hansı janrlarda yazıb deyə bizə sual düşə bilər. O zaman deyirik ki, qoşma yazıb, gəraylı yazıb, daha sonra bayatı yazıb. Bəs klassik ədəbiyyatda, yəni əruz vəznində hansı janrlarda yazıb? Əruz vəznində isə qəzəl və qəsidə, daha sonra rübai müəllifidir. Bəs buradan da hansı nəticəni çıxardırıq? Deyirik ki, qəzəl yazıb, qəsidə yazıb, qəzəl qəsidə yazıb deyə artıq bilirik ki, şeir vahidi olaraq beytdən istifadə edib. Rübai yazıb, gəraylı, bayatı yazıb deyə, qoşma yazıb deyə deyirik ki, şeir vahidi olaraq bənddən istifadə edib. Yəni həm beyt, həm bənd şeir vahidindən istifadə edib, yəni bütün şeir vahidlərindən istifadə edib deyə bilərik. Beyt yazıb deyə bilərik ki, əminliklə ikili şeir şəklindən istifadə edib. Bənd yazıb deyə əminliklə deyə bilərik ki, dördlük şeir şəklindən istifadə edib. Baxın, bu suallar bizə nəzəri sual olaraq düşə bilər ki, məsələn, əminliklə demək olar ki, ikili şeir şəklində yazıb və yaxud da dördlük şeir şəklində yazıb. Eyni zamanda əminliklə deyə bilərik ki, bütün şeir vahidlərindən istifadə edib və s. Biz bunu yaradıcılığına əsasən tapa bilirik. Gələk indi ümumi digər əsərlərinə. Şah İsmayıl Xətainin elm aləminə ana dilində, baxın, doğma türkcəmizdə, bu fars dilində deyil, ana dilində yaratdığı divan bilirik ki, seçilmiş əsərlər toplusuna deyilir və eyni zamanda Nəsihətnamə adlı məsnəvisi və digər iri həcmli olan əsəri olan Dəhnamə adlı məsnəvisi də poeması da elm aləminə məlumdur və bu əsərlər hansılar oldu? Nəsihətnamədir, Dəhnamədir, bir də divandır ki, bu əsərlər doğma türkcəmizdə, yəni ana dilimizdədir. Fars dilindədir filan, belə bir sual cavab variantı düşsə, xeyr, fars dilində deyil. Hər biri doğma türkcəmizdə yazılıb. Daha sonra Şah İsmayıl Xətai şifahi xalq ədəbiyyatından həm forma, həm də məzmunca faydalanmışdı. Yəni şifahi xalq ədəbiyyatından axı heca vəznində də yazmışdı, ona görə forma və məzmun xüsusiyyətlərindən də faydalanıb. Şah İsmayıl Xətainin şeirlərinin böyük bir qismi Səfəvi Qızılbaş görüşlərinin təbliğinə həsr olunub. Bunu da onun yaradıcılığında görə bilirik. Eyni zamanda deyə bilərik ki, birliyə, əqidə yolunda sadiq olmağa çağırış onun əsərlərində xüsusi yer tutur. Baxın, bu cümlə topluda, test vəsaitlərində düşür. Ona görə bu hissələri ümumiyyətlə, baxın, necə görürsünüz, hansı hissələri markerləmişəm, hansı hissələr bizə qeyd kimi lazım ola bilər. Siz də öz qeyd dəftərinizə bu qeydləri yazın və yaxud da öz kitabınızda bu formada qeyd edin, markerləyin ki, gözə daha tez çarpsın. Daha sonra deyirik ki, həmin o Sufi Qızılbaş görüşlərinin təbliğinə həsr elədiyi şeirlərində ifadə olunan fikirlər bir çox hallarda onun Sufi görüşləri ilə qovuşur. Yəni o deyirik, əqidə yolunda sadiq olmağa çağırış var. Bax, onlar Sufi görüşlərinin təbliğinə həsr olunan əsərlərdir. Şah İsmayıl Xətainin lirikasında Sufi görüşlərini ifadə edən şeirlər də az deyildi dedik. Belə şeirlərdə dərin humanizm, insana böyük məhəbbət və yüksək dəyər öz əksini tapıb. Deməli, dedik ki, Şah İsmayıl Xətai birliyə, əqidə yolunda sadiq olmağa çağırış motivli əsərlər yazıb. Bəs bu əsərlərində, yəni Sufi görüşlərini ifadə edən əsərlərində nələr əsasən öz əksini tapır? Cavab olaraq nə deyəcəyik? Humanizm, daha sonra insana böyük məhəbbət və insana verilən yüksək dəyər onun əsərlərinin, Sufi görüşlərinə həsr olunan əsərlərinin əsas mövzusudur. Daha sonra deyirik ki, şairə görə insanın mənəvi aləmi saf və əqidəsi möhkəm olmalıdır və baxın, sırf bu şeir bizim testlərimizdə, daha sonra toplularda, sınaqlarda və s. düşən şeirdir. Sufisən, alıb satma, halalına haram qatma, yolun əyrisinə getmə, doğru yola nəzər elə. Verə bilər müəllifi kimdir, Şah İsmayıl Xətai və yaxud da bu şeirdə nədən söhbət gedir, Sufi görüşlərinə həsr elədiyi şeirlərdəndir. Yəni bu hissəni əzbər olaraq yadınızda saxlayın şeirin bu bəndini. Daha sonra gəlirik ki, Şah İsmayıl Xətainin məhəbbətin tərənnümünə həsr olunan şeirlərdə yaradıcılığında əsas yeri tutur. Şah İsmayıl Xətainin fikrincə həqiqi məhəbbət insanı kamilləşdirən bir məhəbbətdir. Yəni, əgər sən həqiqi məhəbbətə çatmısansa, deməli artıq kamil insana çevrilmisən bir növ. Çünki həqiqi məhəbbət insanı kamilləşdirir, nəcib, xeyirxah və saf əxlaq sahibi eləyir. Söhbət təbii ki, burada
Nəsiminin yaradıcılığında da dediyimiz kimi, bu Füzulinin yaradıcılığında da belədir. Ümumiyyətlə orta dövr Azərbaycan ədəbiyyatında belədir ki, buradakı məhəbbəti sırf siz real eşq, real gözələ yazılan məhəbbət kimi nəzərdə tutmayın. Burada təbii ki, sufi eşqdən söhbət gedəcək, yəni Allaha olan eşqdən söhbət gedəcək. Bir mənalı olaraq sırf real eşqdir desək yanlarıq. Hardasa real eşqlə sufi eşqin qovuşmuş formasıdır, amma əsasən orta dövr Azərbaycan ədəbiyyatında deyirik ki, burada olan eşq Allahdır, burada olan dilbər, sevgili deyəndə Allahı haqqı nəzərdə tutur. Buna görə də saf, ülvi eşq, baxın dediyimiz kimi, necə dedik? Allahın lütf etdiyi qiymətli nemət kimi qiymətləndirilir. Məhəbbətə biganə olan haqqı da unudar. Çünki elə burada onsuz da məhəbbətə çatmaq Allaha çatmaq demək idi. Bu qəbildən şeirlərində lirik qəhrəman son dərəcə səmimidir. Sevgilisinin cövr cəfasını lütf etdiyi ehsan kimi qəbul edir. Baxaq, bu hissə də çox-çox önəmlidir. Baxın, bu beytdə deyirik, ey könül, hicran qəmindən, hicran qəmi ayrılıq qəmi deməkdir. Könüldən müraciət edir ki, ey könülü, ey qəlbim bu formada. Hicran qəmindən, yəni ayrılıq qəmindən çox şikayət qılma kim deyəndə klassik ədəbiyyatınızda yadınızda qalsın ki, klassik ədəbiyyatda kim yazıb vergül qoyubsa ki bağlayıcısından, aydınlaşdırma bağlayıcısı olan ki bağlayıcısından söhbət gedir. Aşıqa cövr cəfası lütfü ilə ehsandır. Yəni deyir ki, ey könlüm, ey qəlbim, ayrılıq qəmindən çox da şikayət qılma ki, aşıqa həmin bu cövr cəfa, yəni bu əziyyət, bu cəfa əslində lütflə ehsandır. Yəni o həmin bu cövr cəfanı özünə əziyyət saymır. Əksinə belə deyək də məşğələdən gələn bir ehsan kimi qiymətləndirir ki, bu da testdə düşən məqamdır. Yəni burada lirik qəhrəman sevgisinin cövr cəfasından şikayətlənmir, əksinə onu bir ehsan kimi, lütf kimi qiymətləndirir. Baxın, o dediyim hissə bu hissədədir. Bu beyti də əzbər yadımızda saxlayaq. Daha sonra gələk Şah İsmayıl Xətainin təbiətə həsr olunmuş şeirlərinə. Təbiətə həsr olunan şeirlərinə gəldikdə isə bu şeirlər öz orijinallığı ilə seçilir, müəllifin incə zövq sahibi olduğunu təsdiq eləyir. Biz bunu Bahariyədən də görəcəyik. Belə şeirlərdə daha çox baharın gəlişi öz əksini tapır. Baxın, Bahariyə ilə oldu qəzəlini fərqləndirək. Baxın, testdə bu bəndi verir. Bənd dediyim, yəni beytdir, daha doğrusu. Oldu qəzəlini verir və deyir ki, bu Bahariyə qəzəlidir, Bahariyə məsnəvisindəndir. Bu Bahariyədən deyil. Bu oldu qəzəli ayrıdır ki, baxırsınız axırında oldu ilə bitib. Bu oldu qəzəlidir. Amma mövzu cəhətdən o da baharla bağlıdır, bu da baharla bağlıdır deyə biraz qarışdıra bilərsiniz. Amma bahar oldu ki, aləm gülşən oldu, gözün aç gör, cahan nə rövşən oldu, rövşən işıqlı deməkdir. Açıldı yazilər, bitdi çiçəklər, gül ilə şol, bənəfşə, süsən oldu. Baxın, siz oldu qəzəlini görürsünüz də axırına fikir verin. Oldu rədfi ilə bitən qəzəldirsə, bilin ki, orada Bahariyə mövzusu yoxdur. Yəni, o Dəhnamənin Bahariyə hissəsi deyil. O ayrıca bir oldu qəzəldir. Bundan test işləyəndə özünüz görəcəksiniz ki, sizi çaşdırmaq istəyəcəklər. Və bu qəzəldə peyzaj lirikasının bir nümunəsidir. Təbiətə həsr olunmuş əsərdir və yazın gəlişi bu əsərdə canlandırılıb. Gələ indi Nəsihətnamə məsnəvisinə. Nəsihətnamə məsnəvisi Şah İsmayıl Xətainin dedi ki, ana dilində yazdığı iri həcmli əsərlərindən biridir. Doğma türkçəmizdə yazıb və növ olaraq deyirik ki, epik növə daxildir və Nəsihətnamənin ayrıca, bu məsnəvinin ayrıca sujet xətti yoxdur. Sujet xətti yoxdur deyə, məsələn, biz bunu Töhfətül İraqə ilə müqayisə eləyə bilərik. Sujet xəttinin olmamasına görə Sirlər Xəzinəsindən müqayisə eləyə bilərik. Əsərdə ümumiyyətlə söhbət nədən gedəcək? Baxırıq ki, əsərdə dini, fəlsəfi və əxlaqi tərbiyəvi nəsihətlərdən söhbət gedir. Nəsihətnamə məsnəvisində dini, fəlsəfi və əxlaqi tərbiyəvi nəsihətlərdən söhbət gedəcək. Və eyni zamanda sufi qızılbaş ideyalarının təbliğinə də geniş yer verilib. Bu əsərdə sufi görüşlərindən çıxış eləyən şairə görə kainatda olanların hamısını Allah yaradıb və bunlar Allaha məxsusdur. Yəni, kainatda olan nə qədər canlı varsa, məxluq varsa, necə ifadə eləyən, nə var, nə yox, hər birini Allah yaradıb və onun yaratdıqları elə onun özünə, Allahın özünə məxsusdur. Bütün varlıqlar Allahdan qopub ayrılan zərrələrdir və bu zərrələr Allaha o halda qovuşa bilər ki, bayaq necə dedik, ən yüksək ali məqama, yəni eşqə çatmış olsun. Ona görə də deyirik ki, orta dövrdə olan eşq, real eşq deyil. Burada, baxın, bu məsnəvinin özündə də göstərilir ki, bütün varlıqlar Allahdan qopub ayrılan zərrələrdir və o zərrələr nə zaman eşqə çata biləcək? Baxın, burada da qeyd elədik ki, o zaman ki, onlar eşqə çatmış olsun. Ona görə də deyirik ki, biz bu eşqi bir mənalı qiymətləndirə bilmərik, çünki düzgün olmaz. Və eyni zamanda Nəsihətnamə məsnəvisində dünya görmüş, zəngin həyat təcrübəsi olan el ağsaqqalının, humanist bir hökmdarın müdrik məsləhətlərini biz görürük.
Deməli, burada bir el ağsaqqalı var və həmin el ağsaqqalının, yəni həmin el ağsaqqalı eyni zamanda bir hökmdardır. Onun biz müdrik nəsihətlərini eşidirik. İnsanlara, xüsusən gənclərə Allahı sevməyi, yaşlara hörmət eləməyi, könül yıxmamağı, xalqına sədaqətli olmağı tövsiyə edir. Burada həmin o el ağsaqqalı və eyni zamanda Xətai şifahi xalq ədəbiyyatından dediyimiz kimi Gembol bəhrələnib. Ona görə də onun yaradıcılığı ana dili ədəbiyyatımızın inkişafına güclü bir, əhəmiyyətli bir təsir göstərib. Ümumilikdə biz yaradıcılıqdan nə öyrəndik? Gəlin onu ümumiləşdirək. Dedik ki, Şah İsmayıl Xətai hansı növlərdə yazıb deyə bizə sual düşsə, deyirik ki, lirik növdə, epik növdə, hansı vəznlərdə yazıb desə, heca vəznində, əruz vəznində, əsərlərində sufi qızılbaş ideyalarına böyük yer verib. Daha sonra qoşma yazıb, gəraylı yazıb, bayatı yazıb, heca vəznində, əruz vəznində qəzəl qəsdə yazıb, rübai yazıb. Daha sonra Şah İsmayıl Xətainin iri həcmli əsərləri onun divanıdır, dəhnaməsidir, nəsihətnaməsidir ki, bunların hər biri doğma türkcəmizdədir. Nəsihətnamədə də bir el ağsaqqalı, müdrik bir qoca hökmdar təsvir olunur ki, həmin hökmdar da insanlara, xüsusən də gənclərə tövsiyə verir ki, Allahı sevin, yaşlılara hörmət eləyin, könül yıxmayın və xalqınızda sədaqətli olun. Bu da oldu Şah İsmayıl Xətainin ümumi yaradıcılığı. Ümumiyyətlə bunu qeyd edeyim ki, bütün klassik poemalarda olduğu kimi Dəhnamədə ənənəvi girişlə başlayır Dəhnamə poeması. Amma həmin o klassik girişdən sonra təbiət təsvirlərinin belə deyək də geniş yer aldığı Bahariyyə hissəsi verilib Dəhnamənin əvvəlində. Biz yəni Bahariyyəni ayrıca bir əsər olaraq düşünməyək. Bahariyyə Dəhnamə poemasının giriş hissəsindən sonra verilən bir hissədir. Bahariyyədə ümumiyyətlə nədən söhbət gedəcək? Bahariyyədə adından da göründüyü kimi baharın gəlişindən söz açılır. Bahariyyə məsnəv formasındadır, yəni cüt-cüt qafiyələnir. A, A, B, B, C, C bu formada. Və əruzun Həzəc bəhrindədir. Ümumiyyətlə bilirik ki, Dəhnamə özü Həzəc bəhrindədir. Bahariyə də ona aid olan bir hissə olduğu üçün Həzəc bəhrindədir deyirik. Şeir vahidini soruşsa deyəcək ki, şeir vahidi beytdir. Şeir şəkli soruşsa təbii ki, beyt olduğu üçün ikilikdir. Və qeyd elədiyimiz kimi Bahariyyə Dəhnamə poemasının kompozisiya hissəsinə daxildir. İndi gələk əsərin özünə. Burada bəzi sözlərin mənasını başa düşməsəz, həmin sözlərin ayrıca izahını verəcəm. Lüğət hissəsində sonda paylaşacağam. Ehtiyac olarsa özünüz üçün qeyd götürün. Deməli, deyir, qış getdi, yenə bahar gəldi, gül bitdi vü, laləzar gəldi. Qış getdi, yenə bahar gəldi, bu aydındır. Gül bitdi vü, laləzar gəldi nə deməkdir? Ümumiyyətlə, yadımızda qalsın ki, gül bitdi vü deyəndə elə gülün bitməsinə söhbət gedir. Vü deyəndə isə gül bitdi vü və bağlayıcısıdır. Gül bitdi və laləzar oldu mənasında. Yəni qış getdi, yenə bahar gəldi. Gül bitdi, yəni gül açdı və hər yan laləzar, laləlik oldu mənasındadır. Quşlar qamsu fəğanə düşdü. Eşq odu yenə bu canə düşdü. Qamsu hamısı mənasındadır. Hamısı əvəzlidir. Fəğanə düşdü, təşvişə düşdü mənasındadır. Və ümumiyyətlə beytin izahı budur ki, eşq odunun cana yayılmasından sanki bütün quşlar təşvişə düşmüşdü. O ki, bahar gələndə quşlar hamısı civildəşir, ətraf aləm quşların səsinə bürünür. Bax, həmin məqamı təsvir edib yazıcı burada. Yer qeydi, qəbay xızrupşan. Qəbay xızrupşan nə deməkdir? Yaşıl paltar mənasındadır. Cümlə dilə gəldi, ləbxamışan. Cümlə deyəndə ağlımıza bitmiş fikri bildirən cümlə gəlməsin. Cümlə deyəndə burada vurğu birinci hecaya düşən cümlə sözündən söhbət gedir, yəni üyə düşən. Bu da təyin əvəzlikdir. Öz, hər, bütün, filan, eyni cümlə. Baxın, odur. Yəni vurğu sona düşən cümlə ismindən söhbət getmir. Aha, beytimizin mənasına baxaq. Dedik, qəbay xızrupşan yaşıl paltar mənasındadır. Yer qeydi yaşıl paltarını, təbii ki, məcazi mənada. Yəni, yer yaşıl paltarını qeydi, alalvan oldu mənasında. Cümlə dilə gəldi, ləbxamışan. Ləbxamışam sözünün mənası isə susanlar deməkdir. Yəni, deyir ki, yer öz yaşıl paltarını geyində, axı yaz olanda, bahar olanda hər təraf yamyaşıl olur, bunu demək istəyir. Bütün danışmayanlar belə, bütün susanlar belə dilə gəldi. Çünki baharda hər şeyin, belə deyək də, təzələndiyi vaxtdır, bunu demək istəyir. Sərvin yenə tutdu damənin su, sərvisdə oxudu, faxtə qu. Sərvin yenə tutdu damənin su nə deməkdir? Damən ətək deməkdir. Yəni, sərv ağacının ətəyini su tutmuşdu. Sərv də deyəndə bildiyimiz o hündür sərv ağacından söhbət gedir. Sərv ağacının ətəyini su tutmuşdu. Sərvisdə oxudu. Faxta ququ. Burada faxta göyərçin mənasındadır. Deyir ki, çöl göyərçində öz ququ deyə mahnısını oxumağa başladı.
Daha sonra növbəti beytdə bizə deyir ki, Qönçə dəhanı, çəməndə xəndan. Deməli, gülməkdən ənar, açıldı dəndəm. Dəhan ağız deməkdir, ağız. Daha sonra deyir ki, çəməndəki qönçə güllər gülməkdən dən-dən açılan nar kimi idilər. Ənar nar deməkdir. Güllərin açılmasından söhbət gedir. O qönçələr ki, yazda açılır, bax onu nəzərdə tutur ki, çəməndəki qönçə güllər gülməkdən dən-dən açılan bildiyimiz nar meyvədən söhbət gedir. Onun kimi idilər. Bənzətmə var burada. Bülbül oxudu süfət-i hicran, dəryadı dür oldu əbri neysan. Süfət-i hicran ayrılıq sifətləri deməkdir. Əbri neysanda aprel yağışıdır, deyir. Bülbülün oxuduğu ayrılıq nəğməsindən aprel yağışının damlaları dəryada dürrə, yəni inciyə çevrildi. Nə deməkdir bu? Aprel yağışı deyəndə o yaz yağışını təsvir edir ki, yaz yağışı bir dür kimi, inci kimi tökülürdü mənasında. Daha sonra durna uçuban havaya düşdü, laçın oluban ovaya düşdü. Durna bildiyimiz durna quşundan söhbət gedir, laçın da yenə laçın quşundan söhbət gedir. Deyir ki, durna uçaraq havaya, laçın da uçaraq ova meyil salmışdı. Axı laçın digər quşları ovlayır, bu mənada deyir. Alma ağacı dibində sayə. Sayə deyəndə kölgə nəzərdə tutur. Sayə kölgə deməkdir. Aha, alma ağacı dibində sayə, tən eylər idi buludda ayə. Tən də bədən mənasındadır, deyir. Dibi kölgəli alma ağacı, deməli, alma ağacı sayaq, elə bil buludda aya rişxəndlə baxırdı. Yaşın yerə tökdü əbri neysan. Əbri neysan dedik ki, aprel yağışıdır. Bülbüllər oxudu səd həzaran. Səd həzaranda 100 minlərdə bu mənadadır. Deməli, beytin izahı isə olacaq ki, yağmurlu buludların göz yaşına bülbüllər susmadan nəğmələr deyirdi. Mey bəslədi jalə hər vərəqdə, turac kitab oxur təbəqdə. Mey şərəb mənasını verən içkidir. Daha sonra mey bəslədi jalə hər vərəqdə, turac kitab oxur təbəqdə. Deyir ki, hər yarpaqda şeh göründü, jalə şeh deməkdir. O səhər ki görüyor, hər tərəf nəmdir elə bil. Bax, onu nəzərdə tutur. Turac qonduğu budaqda səsi ilə turacda quşu bildirir. Sanki yarpaqları kitab kimi vərəqləyirdi. Qumqum derdi. Deməli, qumqum der idi ağacda qumri. Qumru da göyərçinin bir növüdür. Məst oldu bənövşə, içdi xəmri. Xəmri də yenə şərab mənasını verir. Mənası da budur ki, ağacdakı qumrunun, yəni göyərçinin nəğmələrindən sanki bənövşə hallanıb, məst olmuşdu. Şax üstə qabaqlar, aslı hali. Şax, budaq deməkdir. Aha, qu gərdəndən verir misali. Deyir ki, öz tağı üstündə asılmış qabaqlar qu quşunun boynuna oxşuyurdu. Burada o göyərçinin boynunda ki, tük hissəsi var, belə xətti elə bir tük var, bir qəribə boynu var. Bax, onu nəzərdə tutur, onu göstərməyə, deməyə çalışıb şair. Quş beçələri ünü yuvadan, məktəb ünü tək gəlir havadan. Ün səs deməkdir, yadınızda qalsın. Aha, quş beçələri də quş balaları mənasındadır. Deməli, deyir ki, yuvadan eşidilən quş balalarının səsi məktəblərin səs-küyünü xatırladır və burada quş balalarının səsi məktəblərin səsinə bənzədilib deyə bir təşbih yaranıb. Boyandı zəmin həzər rəngə, övraq şəcər də təngə-təngə. Həzər min deməkdir, min ədədi. Övraq şəcər ağacların yarpaqları mənasındadır. Deyir, yazın gəlişi ilə yer min rəngə boyanır, ağacların yarpaqları da pul-pul olur. Yer açıldı, suya girdi. Pirahənni başına büyürdü. Pirahən köynək deməkdir. Mənası köynəkdir. Nilufər də gülün adıdır. Deyir ki, Nilufər açıldı, suya girdi. Köynəyini də başına büyürdü. Yəni, su zambağı çətirini açıb suya girmişdi. O suda olan bitkini gülün təsvir edir. Çınar əlini çü rəqsə açdı. Çü elə ki mənasındadır. Çınarda bildiyimiz çınar ağacı. Gül xurda zərin şəbaşə saçdı. Zər qızıl mənasındadır. Yəni deyir ki, çınar ağacının sanki rəqs edəcəkmiş kimi qollarını qaldırmasından gül sayrışan
xırda zərlərin şabaş kimi ətrafa saçdı. Şabaş da bilirik də, o toylarda, məclislərdə pul atırlar, yəni şabaş atılır. Bu mənada deyir ki, Çınar o qədər qol budağını qaldırmışdı ki, sanki şabaş atacaqdı. Xırda zərlərini şabaş kimi ətrafa saçırdı. Deməli, növbəti beytdə bizə deyir ki, çaylar bulandı, yıxdı arxın, bağlar ağacı, göyərtdi şaxın. Mənası da budur ki, coşub daşan çaylar arxı basıb hər yana yayıldığından ağacların ala quruşağını belə göyərtmişdi. 100 dürlü qəba geyib çəmənlər. Ağ donlu geydi yasəmənlər. Çəmənlər 100 dürlü deyəndə 100 türlü, 100 cür mənasındadır. Çəmənlər deyir 100 cür libasını geyindi. Çəmənlər alalvən olmuşdu da, bunu nəzərdə tutur bahar fəsli olduğu üçün. Ağ donlu geyindi, yasəmənlər də ağ donlu geyindi, ağ rəngə boyandı. Daha sonra növbəti beytdə bizə deyir ki, Sirabi gülün Deməli, Sirabi gülün yüzündə abi, Nərgiz oturur gözündə xabi. Baxın, burada da təşbih var, fikir verirsinizsə. Deyir ki, deməli, Sirabi gülün, ab deyəndə suyu nəzərdə tutur. Ab su deməkdir. Deyir ki, gözləri mürgülü Nərgiz, yarpaqları sulu qızıl gülləri seyr etməkdəydi. Deyir, Nərgiz oturur gözündə xabi, Sirabi gülün yüzündə abi. Burada bir təşbih, üzr istəyirəm, metafor var, metafor. Çünki Nərgiz gülü yuxulu ola bilməz. Yuxulamaq insana məxsus xüsusiyyətdir. Sərv etdi, növbəti beytə baxaq. Deməli, deyir, sərv etdi çəməndə sərəfrazi. Sərəfrazi baş ucalıq, dik başlıq bu deməkdir. Gül cilvələnir başında nazi. Deyir, sərv ağacı da başını ucaltdı. Hündür ağac olduğu üçün nəzərdə tutur. Nazlı gül kimi cilvələndi. Deməli, çıxmış budaq üzrə, budaq üstə əndəlibi, əndəlib bülbül deməkdir. Mənbərdə oxur, çəmən xətibi, xətib də xütbə oxuyan deməkdir. Çəmən xətibi, çəmən xətibi olan bülbül budaq üstə çıxıb minbərdə sanki öz xütbə oxuyurdu. Axı bülbüllər də mahnı oxuyur, yaz gəlib, hər tərəf səs-səsə verib bunu nəzərdə tutur, bunu demək istəyir bizə. Baxaq növbəti beytimizə. Növbəti beytdə deyir ki, Lalə oturur başında tacı, heç sərvərə yoxdur ehtiyacı. Sərvər başçı deməkdir. Deyir ki, başı taclı Lalə qürurla oturmuşdu, sanki heç bir sərvərə, yəni başçıya ehtiyacı yox idi. Sümbül daranmış saçın beşanə, beşan darıq mənasındadır. Ənbər qoxusun, ənbər də ətirli qoxudur. Qılır fəşanə. Sümbül daraqla saçını darıyıb, xoş qoxusunu ətrafa. Al ilə yaşıl geyindi bağlar, ağ ləçəyi sərpə saldı dağlar. Al ilə yaşıl geyindi deyəndə al yaşıl geyinən bağları görüb, dağlar da ağ ləçəklərdən çələngi başına səpmişdi. Durmuş çəmən üzrə sərv ayağı, qılmağa təmaşa, solu sağı. Deməli, bu beytdə isə bizə deyir ki, sərv ağacı çəmən içinə boy verən sərv ağacı sanki hər tərəfi, yəni sağı, solu seyrə dalmışdı. Ahu quzu doydurub uyutdu, oğurlanıb özü ota getdi. Ahu deyəndə ceyran nəzərdə tutur. Deyir ki, ceyran balalarını, quzu burada, yəni ceyranın balası, balaca quzu mənasında deyir. Yedirdib yatırdan ceyranlar oğurlanıb otlağa yayılmışdı. Durna deməli, durna uçub ün çəkib havada. Bayaq dedik ki, ün sözünün mənası nə demək idi? Səs. Gedər ünü 40 ağac ziyadə. Deyir ki, durna uçaraq havada səs eləyir, səsi də çox uzaqlara gedir. Ziyadə çox deməkdir. Yəni deyir ki, durnanın səsi 40 ağac uzağa da qədər gedib çıxa bilir. Bağrıqanın qarardı bağrı, bağrıqan burada quş adıdır. Şahbaz ona varanda, doğru, şahbaz da bildiyimiz tərlan quşudur. Şahin quşu da deyirlər bəzən adına. Deməli, deyir ki, şahbaz, yəni quş, ona doğru gələndə, bağırqana doğru gələndə, həmin o bağırqanın bağrı, yəni belə deyək də, sinəsi yarılırdı. Bağırqan da su kənarında yaşayan bir quşdur. Baxaq növbəti beytə. Növbəti beytdə bizə deyir ki, hər şey günəşə qurutdu yaşın, qövsü qüzey açdı tər qumaşın. Deməli, qövsü qüzey də, yəqin ki, bunu bilirik nə deməkdir, göy qurşağı mənasındadır. Burada bizə deyir ki, hər şey günəşlə yaşını qurutdu. Axı yazın gəlişindən, şehdən, jalədən, bunlardan danışırdı. Ətraf aləmin əbri, Neysan, aprel yağışından. Deyir, hər şey öz yaşını günəşlə qurutdu. Göy qurşağı, yəni qövsü qüzey öz gözəlliyini ətrafa saçdı. Qövsü qüzey açdı tər qumaşın deyəndə təzə paltarını nəzərdə tutur. Yəni göy qurşağı təzə paltarını ətrafa saçdı. Öz gözəlliyini ətrafa aləmə göstərdi mənasındadır. Döndü vətəninə. Cümlə quşlar, bayaq dedik ki, cümlə burada hansı mənadadır? Öz, hər, bütün filan eyni olan təyin əvəzliklərindən biridir. Gəldi yuvasına qırla quşlar, qırla quş isə qaranquş mənasındadır. Beytin mənası isə olacaq ki, bütün quşlar, cümlə quşlar öz vətəninə döndü, qaranquşlar da öz yuvalarına qayıtdılar. Bu da oldu
Dəhnamənin ümumi izahı. Ümumilikdə bütöv izahına gəldikdə isə yuxarıda da qeyd elədiyimiz kimi dəhnamə bahariyyə hissəsinin giriş hissəsindən daha sonra verilən bir belə deyək də hissədir və dəhnamə əruz vəznindədir. Bahariyyə daha doğrusu Həzəc bəhrindədir. Şeir vahidi beytdir, şeir şəkli ikilidir və dəhnamə poemasının kompozisiya hissəsinə daxildir. Qafiyə quruluşu da cüt-cüt qafiyələnir, yəni məsnəvi şəklindədir desək doğru olar. Dəhnamə poemasının aşığın əhvalı hissəsi ilə dərsimizə davam edirik. Deməli, bizə deyir ki, aləm qamsı bu dəmdə xoşhal. Qamsı hamısı deməkdir. Bu dəmdə, yəni bu anda mənasındadır. Xoşhalda bilirik. Mən öz işimdə Fariqü bal deyir ki, hamının, baxın, izahların hər biri yanında qeyd olunub. Hamının bu vaxtı halı xoş idi. Mən də keyfim kök öz işimlə məşğul idim. Gah yerir idim, çu ahu dağda. Deyir ki, gah ceyran kimi dağda yeriyirdim. Çu deyəndə yadımızda qalsın ki, kimi qoşmasını nəzərdə tutur. Gah axar idim, çu, cuy bağda. Deyir, gah da su kimi bağda axardım. Gah könlüm ilə çəməndə xürrəm, gah həmdəm ilə gəzəndə biğəm. Deyir ki, gah çəməndə könlü şad idim, gah da qəmsiz gəzirdim. Həmdəm ilə, yəni dostunu nəzərdə tutur. Məşuq ilə eşqi tanımazdım, məşuqla eşqi tanımazdım. Heç kimə könül verim deməzdim. Heç kimə də könül vermə fikirləşmirdi deməli bizim aşiqimiz. Öz pişəmə, öz işimə qani, heç kim yox idi, kim ola mane. Bunu öncə də qeyd eləmişdim ki, klassik ədəbiyyatda kim gördükdə bu ki bağlayıcısı deməkdir. Deyir, öz peşəmə, öz işimə qani idim, heç kim mənə mane olmurdu. Deməli, heç kim yox idi, kim ola mane. Kim desə mənə ki aşiq oldum, rüsvay dili xəlayiq oldum. Deyir ki, kim aşiq oldum desəydi, xalqın dilində rüsvay oldum desəydi, əbləh deyiban gülərdim ona. Hər tənə ki var, qılardım ana. Deyir ki, ana deyəndə burada ona. Yəni bildiyimiz anadan söhbət getmir, ona əvəzlikdən söhbət gedir. Deyir ki, kim desəydi ki, mən aşiq oldum, mən o zaman deyir, əbləh deyərdim, ona axmaq deyərdim, gülərdim, onu məzəmmət eləyərdim, qınıyardım. Bir gün çəmən içrə seyr edirdim, pərvanə misalı teyr edirdim. Deyir, bir gün çəməndə gəzirdim, pərvanədə kəpənək mənasında deyir ki, kəpənək kimi dövrə vururdum. Bir sayeyi sərvi nazə etdim. Deyir ki, bir gözəl sərv ağacının kölgəsinə yetişdim. Bir ləhzə orada xabə etdim. Xabə sözünün də mənasını bahariyyədə dedim. Xabə yuxu deməkdir. Deyir ki, bir an orada yuxuya getdim. Bir ləhzə, bunu oxuduq, ruhaniyə ruh qıldı seyran. Gəl gör ki, mana nə qıldı dövran. Deyir, elə bil ruhum dünya seyrinə çıxmışdı. Gəl gör ki, dövran başıma nə iş gətirdi. Xoş ləhcəvü, xub cəmalü, xoşru. Deməlidir, şirin ləhcəli, xoş görkəmli, nur üzlü. Çün seyr ilə gəldi mana yetdi. Deyir, gəzə-gəzə mənə yetdi. Canı könül aldı, beylə getdi. Qaşları kəmanü kipriyi ox, artıq yuxuda gördüyü gözəldən danışır. Aləm gözü qatda, nərgiz şox. Deyir ki, canımdan könlümü alıb getdi. Qaşları kəman kipriyi oxdur, aləmin gözündə şux, nərgiz kimidir. Burada təbii ki, təşbih var. Baxın, bu hissədə təşbih var. Oldum beməsəl, divanə, bidar. Deyir ki, dəli kimi yuxudan oyandım. Nə məstü aqiləm, nə hüşyar. Baxın, burada bizə demək istəyir ki, nə deyir məstəm, yəni belə deyək də məst olmuşam, nə aqiləm, yəni deyir nə ağlım yerindədir, nə hüşyaram, nə də huşum yerindədir mənasında. Bilməm ki, özümü xandayam mən. Xandayam dedikdə hardayam mənasında deyir. Bilməm ki, mən hardayam, ya mürdəmi, yoxsa zindəyəm mən. Mürdə ölü deməkdir. Burada da deyir ki, mən bilmirəm hardayam, ölüyəm, yoxsa diriyəm, bilmirəm. Burada da təbii ki, təzad var. Əks mənalı fikirlər var çünki. Uzun gecələr səhər görünməz, zülmətdə mənə qəmər görünməz. Qəmər ay deməkdir. Bunu da Nəsiminin qəzəlindən bilirsiniz. Deməli, deyir ki, uzun gecələrin sonu görünmür, zülmətdə də, gecə də mənə ay görünmür. Yəni, gör nə qədər o qaranlıqda zülmətdədir ki, ay belə görünmür ona. Bu yola ilahi yoxmu payan? Payan son deməkdir. Deyir ki, ilahi bu yolun sonu yoxdurmu? Bu dərdə ilahi yoxmu dərman? Biçarə vü zaru natəvanam. Biçarə, bilirsiniz də, sız şəkilçisidir. Çarə də bildiyimiz çarədir. Deməli, biçarə nə olacaq? Çarəsiz. Deməli, deyir ki, biçarəyəm, yəni çarəsizəm, natəvanda tapsızam, gücsüzəm mənasında. Tapsızam, gücsüzəm, mən taqət eğəm, nəmi tavanəm. Deyir ki, mən gözü yaşlıyam, yar zülfü təki günüm qarardı.
deməli zülf saç deməkdir. Deyir yarın saçı kimi günüm qaraldı, yar ağzı kimi yerim daraldı, yarın ağzı kimi də yerim daraldı. Bilməm necədir kəminə halım, kəminə yazlıq deməkdir. Deyir bilməm necədir yazlıq halım, artır günü gün qəmü məlalım. Deyir mənim dərdim, qəmim, məlalım, əzabım hər gün günü-gündən artır. Deməli, bu hissə olur aşiqin əhvalı hissəsi və burada da qeyd olaraq qeyd eləmişəm ki, aşiq sərv ağacının kölgəsində yuxuya gedir. Çünki bilirik ki, dəhnamədə aşiqin pərini görməsi, onu sevməsi real olaraq olmur. Aşiq pərini yuxuda görür, onu o formada görür, bəyənir, sevir və o formada artıq dalınca getməyə başlayır. Birinci məktub və Səbanın məşuqun yanına getməsi. Demək, burada bizə deyir ki, gəldi və əlimdən aldı məktub. Əzm etdi, yeridi, suyi, məhbub. Deyir, gəldi və əlimdən Səba nəzərdə tutur ki, Səba məktubu aldı və deyir, hərəkət etdi, yeridi məhbuba tərəf. Gah dağ üzə əsdi, gah dağ üzə əsdi, gahi daşda Səbadan söhbət gedir. Səba bilirik də, yel, səhər yeli, külək mənasındadır. Gah xuşk üzə əsdi, gahi yaşda, xuşkdə quru deməkdir. Bunu Qüşqül əsərindən də, qəzəlindən də görəcək. Deyir, gah dağda, gah daşda yeridir, gah quruda, gah suda yeridir. Sürdü qatı, atın ol vəfadar. Deməli, vəfadar deyəndə Səba nəzərdə tutur. Ol, bağa irişdi, qandadır yar. Ol, o əvəzliyi. Qandadır deyəndə hardadır mənasındadır. Deyir ki, o vəfadar atını sürətlə sürdü. Təbii ki, məcazi mənada o bağa gəldi ki, görsün hardadır yar. Çünki pəri bağdaydı. Və o da pərini axtarırdı, məşuqəni axtarırdı. Gördü ki, bir adlı şah imiş, ol, dedik ki, ol, o əvəzliyi deməkdir. Nə yerdə? Fələkdə mah imiş o. Fələkdə göy, asiman, səma mənasındadır. Deyir ki, gördü ki, o qız o qədər gözəldir ki, onu şah kimi təsvir edir. Gördü ki, o bir şah imiş. Nəinki deyir yerdə, eyni zamanda göydə də bir ay imiş. Yəni çox gözəl təsvir edir qızı. Gülşəndə bülənd, otağı eyvan. Bülənd hündür mənasındadır. Deyir, güllükdə, bağçada, gülşəndə bu mənada hündür otağı və eyvanı var. Səncərlə Səlatin, ana, divan, deyir məclisində Səncərlə Sultan oturub. Deməli, qarşıda durur mələk, Yasavul, qarşısında duran mələklər onun qoruqçulardır. Hər kimi görür, edir Savul, deyir kimi görürlərsə uzaqlaşdırırlar ondan. Savul uzaqlaşdırmaq deməkdir. Tutmuş yüzü birlə nur bağı. Eyvanı fələkdir, otağı. Deyir ki, nuru ətraf aləmə yayılmış, tutmuş, yəni tutmuş, yayılmış mənasındadır. Deyir, otağı da göy üzündədir, fələkdədir. Dedik ki, fələk göy mənasındadır. Çün gördü anı Səbai miskin, çəkdi cilovunu, oldu qəmgin. Deyir, çün gördü onu elə ki, bunu yazıq Səba gördü. Səbai miskin, miskin yazıq deməkdir. Deməli, qəmgin halda atının cilovunu çəkdi. Kim? Bu pəridir, cahanda məşhur. Deyir ki, bu cahanda məşhur pəridir. Xudbin cəmalu hüsnə məğrur. Xudbin deyəndə əslində özünü sevən mənasında, egoist mənasında, amma burada özünü sevən mənasında. Deyir ki, özünü sevən və gözəlliyi ilə özünü öyəndir. Necə varım? İmdi, deyir həzrətinə, imdi, indi deməkdir. Deyir ki, mən onun yanına indi necə gedim? Axı o çox gözəldir. Necə ta irşə, ərzə, xidmətinə. Deyir, indi onun yanına necə gedim? Ona vəziyyəti necə izah eləyim? Durmuşdu Səba, qılıb təfəkkür. Deyir, təfəkkür də fikirləşmə mənasındadır. Səba indi fikirləşə qalmışdı. Barmağını dişləyib, əz təhəyyür. Deyir, barmağını dişləyib, matalda düşünürdü. Aha. Deməli deyir ki, nagah önünə çü gəldi bir pir, xoş şəkülü, şəmail, özü dirgir. Deyir, birdən onun önünə bir qoca gəldi. Bu qoca da bağbandır. Həmin o pərinin, həmin o sevgilinin bağbanı. Görünüşü xoş, açıq ürəkli, özü isə qəmli. Yanına gəlib Səba rəvani. Söylədi ana, özün nihani. Nihan gizli deməkdir. Bunu artıq Sığmazam qəzəlindən bilirsiniz. Deyir, düz onun yanına gəldi, sözünü ona gizli dedi. Sordu ana, kim? Səbamısan sən? Eşq əhlinə aşinamısan sən? Ana ona deməkdir. Deyir, soruşdu ki, Səbasan sən? Sevənlərin dostusan sən? Aşina dost deməkdir. Deməli, halından anın xəbər bilirsən. Daha doğrusu kim aşıqı xəstədən gəlirsən, halından anın xəbər bilirsən. Deyir ki, aşıqın eşq xəstəsinin yanından gəlirsən və yəqin ki, halından xəbərdarsan. Aydır ki, aydır dedi deməkdir. Deyir,
deməli, Səba dedi ki, bəli, Səba mənəm. Çünki bunu soruşan Bağban idi ki, sən Səbasan, sən kimin yanından gəlirsən, kimin yanına xəbər gətirmisən. Bu fikirlər Bağbanın Səbadan soruşduğu fikirlərdir. Və Səba da ona cavab verir ki, bəli deyir, Səbayam mən. Sözümü deyir, o sənəmə yetirməyə gəlmişəm, qızı nəzərdə tutur və deyir, kim məndən ona yetirə peyğəm, deyir, kim ona xəbər verər ki, Səbanın sözünü o qıza çatdıra. Aydır ki, mənəm ol, ey xoş avaz. Dedi ki, mənəm o, ey avazı xoş. Deməli, ölmüşlər üçün Məsihi dəmsaz. Deyir, ey ölmüşlər üçün Məsihi dəmsaz. Baxın, bu hissəyə fikir verək. Bu hissədə Bağban Səbanı Məsihi dəmsaz adlandırır. Bu testdə düşən məqamdır. Kim kimi Məsihi dəmsaz adlandırır? Bağban Səbanı Məsihi dəmsaz adlandırır. Səba Bağbanı yox. Ona görə də bu hissəni qeyd dəftərinizə qeyd edin. Daha sonra, mən dəxi nigarə bağbanam, aşiqlərə yarı mehribanam. Deyir ki, mən də həmin o nigarə, həmin o gözəlin bağbanıyam. Sevənlərən deyir, mən də dostuyam. Mən demişdim sana ki, gəlsin, məşuqə nə deyir, sözünü bilsin. Deyir, mən demişdim ki, sən gələsən. Yəni, bağban əslində onu gözləyirdi. Deyir, məşuqənin nə deyəcəyindən xəbər bilsin. Oldur, oturur otaq içində. Oldur, yəni odur. Deyir, oturur otaq içində, qızı göstərir. Sən bir dəm otur bu bağ içində, dəm də demişik ki, an mənasındadır. Deyirsən, bu bağda biraz otur, bu an bu bağda otur. Mən varayım ol nigar qatına. Ol o əvəzlidir, nigar gözəl deməkdir. Deyir, mən o gözəlin, o məşuqənin yanına gedim. Ol dilbəri gülüzar qatına. O gül yanaqlı dilbərin yanına. Deməli, könlün görəyim necükdür anın. Deyir ki, görüm onun əhvalı hal-hazırda necədir? Yəni ona xəbər verək, yoxsa verməyək? Xəbər əhvalı yaxşıdırsa xəbər vermək olar. Sözün deməyə o natava. Könlün görəyim necükdür anın, sözün deməyə o natavanın. Görüm onun əhvalı necədir? Aşıq sözünü demək üçün. Çünki əhvalı pis olsa deməyəcəklər. Oturdu Səbavü ol yeridir. Deyir, Səba da bağda oturdu. Söz deməyə fürsət istərdi. Söz demək üçün də fürsətini gözləyirdi. Qulluğa erişdi, durdu birdən. Bağban nəzərdə tutur ki, Bağban qulluğa erişdi, gəldi. Könlünü aradı, gördü Xürrəm. Və məşuqənin könlünü yoxladı, əhvalını yoxladı. Gördü ki, şaddır, əhvalı yaxşıdır. Burada da bizə qeyd verib ki, altına xətt çəkilən hissələr Bağbanın Səbaya müraciət formasıdır. Baxın, altına xətt çəkilən hissədə deyəndə bura nəzərdə tutur. Ey xoşavaz, ölmüşlər üçün Məsihi dəmsaz. Bunu qeyd elədik ki, Bağbanın Səbaya müraciət hissəsidir. Bu hissədə diqqətli olaq. Gələk növbəti hissəyə. Növbəti hissədə deyir ki, növbəti hissə dediyim davamıdır, yəni bir hissə deyil. Yəni birinci məktub olan hissə, Səbanın məşuqun yanına getməsi hissəsi. Xəndan çəmən içrə tazə gül. Boynu sürahi, dodağı mültək. Baxın, burada həmin o məşuqənin, qızın gözəlliyini təsvir edir. Çəməndə deyir, qız açılmış təzə gül kimi idi. Burada təbii ki, nə işlənib? Təşbih. Çünki qız gözəl, təzə açılmış gülə bənzədilir. Boynu sürahi, dodağı şərab kimidir. Burada da nə işlənib? Yenə təşbih. Aydır ki, deyim sözü məhəl deyir. Deyir, Bağbanın düşüncəsini deyir ki, fikirləşdi ki, deyir sözü deyim. Elə indi həmin o məqamdır. Keyfi yaxşı idi axı. Könlü fərəhü, dəmi gözəldir, könlü şaddır, halı da deyir, xoşdur. Bir qatla özünü eylədi fərz, bəs qıldı nigarə sözlər ərz. Deyir ki, güclə deyir, özünü bir əl aldı, toparlandı və sözünü o nigara, o gözələ bildirdi. Aydır ki, əya, dəm, afitabı. Afitab, siz bunu artıq İskəndərnamə poemasından da bilirsiniz. Afitab günəş deməkdir. Fikir verirsinizsə bu sözləri bir yerdə əzbərləyəndə, öyrənəndə, digər əsərlərdə də, yəni klassik ədəbiyyatın dili eynidir də, daha rahat başa düşmək olur. Dedi ki, ey uca günəş, bir söz desəm, eyləmə itabı. İtabda danlamaq, məzəmmət, tənə deməkdir. Deyir ki, sənə bir söz deyəcəm, amma məni danlama. Yox gəlməyə heç məcali, deyir, bir qasidi xəstə hali gördüm. Yox gəlməyə heç məcali gördüm. Deyir ki, beytin izahı da budur ki, bir xəstə hal qasidinin halını gördüm. Amma yanına gəlmək üçün çox çarəsiz idi. Onu çarəsiz gördüm. Gəlməz yavuğa həzər qılır o. Deyir, yaxına gəlmir, həzər qılır. Yəni ehtiyat eləyir o. Dərgah saru nəzər qılır o. Deyir ki, olduğumuz yerdə indi baxır. Yəni bizə baxır hal-hazırda. Vardım yanına, dedim, nə kəssən? Yəni Bağban Səba ilə olan məsələsini danışır ki, Bağban Səbanın yanına varıb deyir ki, sən kimsən, sən nə kəssən? Kim əhli səfər, zəbun, fərəssən. Deyir, onun yanına getdim ki, kimsən sən? Yəni yorğun at kimi hansı səfərdən gəlirsən? Baxın, bu misranın izahıdır o. Qıldım alıba nəzər be məktub. Deyir, onundakı məktuba nəzər yetirdim. Axı ona məktub göndərmişdi oğlan. Aşıq. Qıldım, gördüm yazılı
Kəlam, B. Məhbub. Deyir, gördüm ki, sevgiliyə sözlər yazılıb. Yazılmış əya, əmiri xuban. Əmir xuban gözəllərin əmri deməkdir. Deyir, yazılıb ki, ey gözəllərin əmri. Dərd ilə ölür mən, eylə dərman. Bu dərdlə deyir, ölürəm, çarə eylə. Həmin bax, məktub hissəsidir bu. Oldu qəmidən belim xəmidə, bu qəmdən deyir, belim büküldü. Rəhm eylə mənə, ey nuri didə. Nuri didə gözümün işığı mənasındadır. Deyir ki, ey gözəllərin əmri, bu dərdlə ölürəm. Yəni sevgimdən ölürəm mənasındadır. Çarə eylə. Bu qəmdən belim büküldü. Deyir, ey gözümün işığı, mənə rəhm elə. Ol dəm ki, mən ol cəmalı gördüm. Deyir, o vaxt ki, mən onun üzünü gördüm, yuxusunda görüb, realda görməyib hələ, yuxusunda görüb, bir könüldən min könülə aşıq olub. Özümdən özümü xali gördüm. Deyir, o vaxt ki, mən onun üzünü gördüm, o zamandan sanki o məni məndən alıb. Bir əqlü, bir bayaq qeyd elədim ki, sız şəkilçisidir. Əqldə ağıl deməkdir. Bir əql nə olacaq? Ağılsız. Deyir ki, bir əqlü kəlamı huş boldum. Ağılsız, sözsüz və yaddaşsız oldum. 100 dərdi bəlaya tuş buldum. Deyir ki, 100 dərd bəlaya düşdüm. O qızın gözəlliyindən. Görün, qızı nə qədər gözəl təsvir edib Xətayı. Çox oldu könüldə fikri fasid. Deyir ki, ürəyimdən çox fəsadlı fikirlər keçdi. Qıldım bu yola səbanı qasid. Səbanı ona görə də bu yolda elçi kimi, qasid kimi göndərdim. Öz halımı ərzü faş qıldım. Faş qılmaq, yəni bildirmək, xəbər eləmək. Öz halımı ona bildirdim, yəni səbaya bildirdim. Yaşımla bitkini yaş qıldım. Göz yaşımdan kağızı, məktubu yaş elədim, deyir. Bu vəcc ilə halım etdim elam. Deyir, bu vasitə ilə halımı sənə bildirdim. Şəhlardan olur qədaya ənam. Deyir ki, şəhlardan olur onun köləsinə bəxşiş. Yəni deyir ki, mən sizdən bir xoş xəbər gözləyirəm. Burada şah deyəndə qızı nəzərdə tutur, pərini nəzərdə tutur. Gəda deyəndə, yəni kölə deyəndə isə özünü nəzərdə tutur. Baxın, bu məktubu aşıq yazıb, verib Səbaya ki, Səba qasiddir, aparsın onu qıza. Səba da burada bağbanla rastlaşır. Bağban məktubu alır ondan, aparır Pəriyə. Yəni fikirlər aşıqa aiddir, amma onu səsləndirən burada bağbandır və görür ki, burada onu yuxuda görüb, yuxuda görəndən sonra halı vəziyyəti artıq pisdir, qızın dərdindən ölür, özünü kölə adlandırır, qızın köləsi adlandırır və ondan xoş xəbər gözlədiyini bildirir. İndi görək, məşuqa bunu eşidib, ona nə cavab verəcək. Gəlirik bu hissəyə, məşuqanın sözü eşidib bağbanı və Səbanın da anlaması. Eşitdi bu sözü çün pəriürü. Deyir, pəri üzlü bu sözü eşitdi. Aydır, dedi yəni. Nə söz idi, söylədim bu. Dedi, bu nə söz idi, sən dedin. Sən bilməmsən ki, mən nə şahəm. Deyir, sən bilmirsən ki, mən nə şaham, yəni şah olmasam da. Huri həşəmü, mələk süpahəm. Deyir, hurilər, mələklərdən ibarət xidmətçim, ordum var. Qız özünü öyür burada. Sən bilməmsən ki, mən nə şuxəm. Deyir, sən bilmirsən ki, mən necə şuxam, gözələm mənasında. Kipriyi, qaşı, yayla oxam. Kipriyi, qaşı, yayla oxam. Ol bilməz isə də sən bilirsən. Deyir, o bilməsə də sən ki bunu bilirsən. Bu həsrəti bəs nədən qılırsan? Bəs deyir, bu mümkünsüzü mənə niyə gəlib deyirsən? Yəni, oğlanı özünə layiq bilmir də. Deyir, mən gör kiməm mən. Vargil deyil, ol Rəsula gəlsin. Rəsul deyəndə qasid elçi nəzərdə tutur, yəni Səba nəzərdə tutur. Deyir, get denən o qasidəki gəlsin. O sözləri na qəbula gəlsin. Deyir, o sözləri qəbul olunmayan gəlsin. Naqəbul qəbul olunmayan deməkdir. Kimdir görəyim, gəlir buradan, vaqif olayım bu macəradan. Macəra əhvalatda deyir, görüm kimdir, gəlir bura. Agah olun bu əhvalatdan. Onun özünə də maraqlı gəlir ki, mən şaham, mən hurilərdən, mələklərdən ibarət mənim xidmətçim var. Gözüm, qaşım, kipriyim ox kimidir. Mən gözəllər gözəliyəm. O kimdə axı mənim yanıma gəlib mənasında deyir. Bəli, afərin. Belə olmaq lazımdır. Yeridir rəvani, bitəllül. Daha doğrusu, burada qaldım. Allaha səba qılıb təvəkkül, yeridir rəvani, bitəllül. Deyir, Səba Allaha sığındı, boyun qaçırmadan getdi. Elçidir də, qasiddir, getməlidir. Amma qorxa-qorxa gedirdi təbii ki. Görsətdi səlamı, izzü ikram. İstərdi kəlamın, edə elam. Deyir, böyük hörmətlə, ehtiramla salam verdi. İstəyirdi ki, sözünü desin, öpdü. Deyir, ədəb ilə asitani. Asitan da deyəndə qapının astanasını, giriş yerini. Yəni, Səba qızın qapısının ağzını öpür. Qapının giriş yerini. O sərvi səhi çü gördü ani. Deyir, o uzun qamətli Səbanı gördü. Sordu. Nə gərək hərzə mərzə? Deyir, soruşdu ki, bu boş sözlərə nə gərək var? Kim dedi sana ki, gəl bu mərzə? Sənə kim dedi ki, bu sərhəddə qədər gəl?
Yırtdı əlindən alıb kitabın, saydı üzünə Yubi babın. Kitabın deyəndə burada təbii ki, kitabdan yox, həmin o məktubdan söhbət gedir. Deyir ki, həmin o yazılan məktubu aldı, cırdı və onun üzünə nöqsanlarını bir-bir saydı. Eybini varın şumar qıldı, deyir, bir-bir onun eyblərini saydı. Gül üzlü Səbanı, gül üzlü burada epitetdir, çünki gül üzlü ola bilməz. Gül üzlü Səbanı xarqıldı da utandırdı, rüsva elədi mənasındadır. Gələk indi ikinci məktuba. İkinci məktubda deyir ki, ikinci məktubda Səbanın məşuqənin sözlərlə aşıqın yanına gəlməsi hissəsidir. Qayıtdı Səba, ziyi dərgəhi şah. Deyir, Səba şahın, yəni şah məşuqə idi, məşuqanın dərgahından qayıtdı, geri qayıtdı artıq. Qəmnakü məlul düşdü, bərrah, deyir, qəmli və məlul halda yola düşdü. Deyir kim dedik ki bağlayıcısı idi. Necə varım ol fəqirə. Dedi ki, mən indi o fəqirin yanına necə gedəcəm? Biçarə və xəstə deyil həqirə, çarəsiz, qəlbi qırğın yanına necə varım? Dəxi nə yüzlə varım anda. Deyir, nə yüzlə onun yanına gedim. Ümid ilə qasid etdi Munda. Deyir, çünki o məni ümidlənmişdi. Məni qasid kimi göndərəndə ümidlə göndərmişdi. Ya anda neçük verim cavabı. Deyir, ya ona cavabı mən necə verim? Göndərdi itab ilə xitabı. Deyir ki, məşuqə xoş yox, məzəmmətlə göndərib cavabı. Ona görə də deməli aşiq onu ümidlə, belə bir həsrətlə qızın yanına göndərir. Ona məktub yazdırır, öz halını, vəziyyətini qeyd edir, kölə olduğunu bildirir, qızdan xoş cavab, xoş söz göndərdiyini, gözlədiyini bildirir. Amma qız onun məktubunu alır, cırır, rədd eləyir. Buna görə də Sabah artıq pis vəziyyətləri deyir, axı o məni ümidlə göndərmişdi, mən indi ona nə cavab verəcəm? Çün yetdi, dedim Nikuxa, deyir, o xeyrxah gəlib çatdı, Səba nəzərdə tutur. Halın necədir zi, zəhməti rah. Deyir, bu zəhmətli yoldan sonra halın necədir? Aşıq Səbadan soruşur. Həm söylə, nigar sağmı, əsənmi? Aşıq qızdan xəbər tutur ki, de görüm, deyir, mənim nigarım, sevgilim sağ salamatlı mı? Ol fitnəli yar sağ, əsənmi? Deyir, o fitnəli yar sağ salamatlı mı? Deyir, sağdır, əsəndir, pərürü. Səbah cavab verir ki, sağdır, yaxşıdır o pərüzlü. Pərürü, pərüzlü deməkdir. Səndən vəli eyləmiş bərürü. Amma deyir ki, səndən üst çevirib. Əhvalın ana ərzə qıldım. Deyirsən, əhvalını mən ona dedim, ona ərz elədim, çatdırdım. Ərzinə yetirməyini bildim. Deyir ki, mən hər şeyi ona bildirdim. Xişmətli haman dəm əz sərinaz. Deyir ki, o saat hirsləndi o sərvinaz. Əz sərinaz, sərvinazdır. Xişmətli də, yəni əsəbləşdiyi haman da həmin an mənasındadır. Çox ərbədə naz qıldı ağaz. Deyir, çox ərbədə elədi, çox səs-küy eləməyə başladı. Yırtdı Alıban yazan kitabı, deyir, həmin sənin yazdığı məktubu yırtdı, cırdı. Biş etdi itab ilə xitabı. İtab ilə xitabda yəni danladı, məzəmmət elədi. Deyir, danlağı onu daha da çoxaldı. Qıldı məni xəstəni məlamət, deyir, məni xəstə sayıb məzəmmət elədi, başıma qopardı yüz qiyamət, deyir, başıma yüz bəla açdı. Deyir, kim durur, ol xəsusü kəmtar. Deyir, dedi ki, kimdir o xəsis və aciz olan, öydü özünü qılıb mükərrar. Yəni, qızın özünü öyməsinə deyir ki, özünü dəfələrlə öydü. Fəryadu fəqani zarə düşdü. Burada artıq aşıq ki bu xəbəri eşidir, aşıq fəryad fəqan eləməyə başlayır. Dil bunu eşitdi, narə düşdü. Deyir ki, bunları eşidib, odlandı, dərdləndi. Yaş etdi ümid evini parə, göz yaşlarına yenə göz yaşları yenə ümidi oldu, ağladı. Sögdüm yenə bəxti nabə karə. Deyir, yenə öz bəxtindən başladı şikayətlənməyə. Əslində bizim kitabda olan hissə bu qədərdir. Daha sonra birbaşa artıq təhlili gəlir, amma mən sizə bunun davamında deyəcəm ki, necə olur, nə baş verir, onlar qovuşa bilirmi, ya yox. Dəhnamə əsərinin ümumi təhlilinə nəzər yetirək, məzmun və forma xüsusiyyətləri nədən ibarətdir? Ümumiyyətlə, gəlin, dəhnamə sözünün mənasına əvvəlcə baxaq ki, dəhnamə nə deməkdir? Yadımızda qalsın ki, dəh, 10 deməkdir, fars dilindən. Namə isə, namənin mənasını çoxumuz bilirik. Namə ümumiyyətlə məktub, kağız bu mənanı verir. Amma ümumilikdə əgər ədəbi əsərin adından söhbət gedirsə, bu Şərq ədəbiyyatında, bir də Azərbaycan ədəbiyyatında mənzum, məktub, kitab, dastan bu mənanı verir. Bu söz bir çox iri həcmli əsərlərin sonunda biz bu sözü görürük. Məsələn, bu hissəciyi görürük də, belə deyək, söz deməyək. İskəndərnamə var, Şahnamə var, Səyahətnamə var, Səfərnamə var və yaxud da elə Nəsihətnamə var, Xətainin öz yazdığı Məsnəvisi. Yəni bu, belə deyək də, Azərbaycan ədəbiyyatında bu termindən çox istifadə olunub.
İndi gələk əsərin ümumi təhlilinə. Dəhnamə qeyd elədiyimiz kimi 10 məktub deməkdir. Dedik ki, dəh 10 namədə məktub mənasını verir. Əsər ana dilində yazılıb, doğma türkcəmizdə yazılıb. Hansı janrdadır, üzr istəyirəm, hansı növdədir soruşsa deyəcək ki, epik növdədir. Bəs hansı janrdadır soruşsa deyəcək ki, poema janrında yazılıb. Deməli, janrı poema janrındadır. Məsnəvi formasında yazılıb. Məsnəvi formasında olduğunu hardan bilirik? Çünki cüt-cüt qafiyələnir. Vahid süjet xətti varmı soruşsa, bəli, vahid süjet xətti də var. Süjetli əsərdir bu. Vəzni olacaq əruz vəzni, bəhri olacaq həzəc bəhri. Həzəc bəhri olduğuna görə, məsələn, biz bunu Mən Candan usandırdı, daha sonra Leyli Məcnun bu əsərlərlə bəhrinə görə müqayisə edə bilərik. Və yadımızda qalsın ki, bu poema Şah İsmayıl Xətainin ən iri həcmli poemasıdır. Mövzusu nədir soruşsa, mövzusu təbii ki, məhəbbət mövzusundadır. Bəs ideyası nədir soruşsa, ideyası deyəcək ki, səbir və iradə sayəsində məqsədə çatmaq mümkündür. Məhəbbət uğrunda fədakarlıq etmək lazımdır. Bu əsərdə şairin həm sufi, həm də hürufi görüşlərin ifadəsinə yer verilib. Yəni burada təbii ki, tamamilə real bir məhəbbətdən söhbət getməyəcək. Biz bunu Dəhnamənin sonu necə bitir onu da deyəcəm. Siz başa düşəcəksiniz ki, nəyə görə bu real bir eşq deyil. Əsərdə mifik obraz varmı desə, bəli, əsərimizdəki mifik obraz məşuqə obrazıdır. Çünki məşuqə bir insan deyildi, bir pəri obrazı idi. Bəs rəmzi obrazlar hansılardır? Səba, huş, ah, göz yaşı, hansı ki o məktubları aparan qasidlər idi. Səba, huş, ah və göz yaşı elçi və qasid vəzifəsini yerinə yetirirdilər. Aşqa yardımcı olmaları, xeyirxah əməlləri onları birləşdirsə də fərqli xüsusiyyətləri də var idi. Səba, huş, ah və göz yaşından söhbət gedir. Bəs real insan surətləri kim idi? Real insan bir aşiq idi, bir də bağban obrazı idi ki, pərinin bağbanından söhbət gedir. Buradakı eşqi bir mənalı qiymətləndirmək mümkün deyil. Qeyd elədiyimiz kimi burada həm sufi, həm də real eşqin çalarları özünü göstərir. Aşiq vəfalı, iradəli və dözümlüdür. Bu xüsusiyyətlərinə görə bağbanın rəğbətini qazanır. Poemada aşıqın mənəvi aləminin, hiss və düşüncələrinin təsvirinə geniş yer verilib. Məşuqənin isə zahiri, yəni xarici gözəlliyinin təsvirinə daha çox diqqət yetirilib və onun qüsursuz olduğunu bədii dilin imkanlarına məharətlə istifadə edərək şair diqqət mərkəzinə çatdırıb. Daha sonra məşuqə obrazının xarakteri, başqalarına münasibəti barədə aydın təsəvvür yaranır. Bunu məktubu cırma hissəsində, bağbanla danışığında görmək olur. Poemadakı bağban obrazı xeyirxahlığı ilə diqqəti cəlb eləyir. Əsərdə diqqəti daha çox cəlb edən cəhət fikrin obrazlı ifadəsidir. Şair səhər açıldı fikrini belə çatdırır. Xavər şahı yaxa çaq qıldı, göylər təbəqini pak qıldı. Yaxud da günəş doğdu fikri belə ifadə eləyir. Göy qübbəsindən asıldı qəndil, yüzündən alıb niqabi məndir. Əsərdə həm əsatiri mifik, həm ilahi sufi, həm də real dünyəvi sevginin əlamətini görmək mümkündür. Bunu da qeyd elədik, çünki orta dövr ədəbiyyatında bu bir, belə deyək də, belə olmalıydı. O dövrün, belə olmalıydı deyəndə, yəni o dövrün eşqi bu idi. Əsərdə mifik düşüncə, məhəbbət haqqında sufi görüşlərlə vəhdətlə verilir. Məhz sufizmə görə ilahi eşqə yetişmənin yolu pərilər, mələklər aləmindən keçdiyindən aşiq vüsala çatdıqdan sonra məşuqədən halallıq istəyib ayrılır. Bu həqqə, yəni vüsala yetişmə mərhələsidir və yadımızda qalsın ki, bizim Dəhnamə poemamız nikbin sonluqla bitir. Testdə düşsə ki, bədbindir, nə bilim, nə deyə bilərik başqa, mənfi sonluqla bitir, xeyr, nikbin, optimist sonluqla da bitir. Gələk sujetin mərhələlərinə. Sujetin mərhələləri də testə düşən məqamda, ona görə bu hissəyə də diqqət yetirək. Əsərin ekspozisiya, yəni ekspozisiya deyək, giriş hissəsi, aşıqın yatıb yuxuda məşuqəni görməsi. Çünki qeyd elədik ki, aşiq qızı real olaraq görüb aşiq olmur. Yuxusunda görür, sevir onu bağda yatarkən. Aşıqın bağbanla qarşılaşması əsərin zavyaska hissəsi, yəni zavyaska dedikdə düyün hissəsini nəzərdə tuturuq ki, burada artıq düyün düşür. Daha sonra göz yaşının sonuncu dəfə məşuqənin yanına gəlməsi, bu artıq kulminasiyadır. Yəni əsər ən yüksək hissəyə çatır. Səba vasitəsilə məşuqənin aşıqı vüsala dəvət etməsi, bu razvyaskadır, yəni düyünün açılma mərhələsidir və aşıqın vüsala çatıb əhd peymanla məşuqədən ayrılması, bu isə final, yəni sonluq mərhələsidir. Bu oldu bizim əsərimizin ümumi təhlili. Burada isə hansı məktubu, neçənci məktubu hansı qasid aparır, onu qeyd eləmişəm sizin üçün. Siz də qeyd dəftərinizə mütləq yazın. Yadımızda qalsın ki, 1-ci, 2-ci, 3-cü və 10-cu məktubları Səba aparır. Səba 3-cü məktubda artıq saçlarından həbs edilir. Baxın, 1-i apardı, danladı, 2-ni apardı, danlaq eşitdi. 3-cü məktubda Səba artıq, məşuqə artıq Səbanın saçlarından həbs edir. Daha sonra
məşuqənin ürəyi yumşalacaq, amma nə zaman? 4-cü, 5-ci məktubu huş aparır, 6-cı məktubu ah aparır, 7, 8, 9-cu məktubu göz yaşı aparır, 9-cu məktubda Səba azad eləyir, məşuqə Səbanı azad eləyir, çünki artıq onun ürəyi yumşalmışdı və nəhayət 10-cu məktubu da yenə kim aparacaq? Səba aparır. Deməli, Səba həm birinci məktubu, yəni həm ilk məktubu, həm də son məktubu Səba aparır. İndi gələk ümumiyyətlə Dəhnamə poemasına aid başqa hansı fikirlər deyə bilərik? Bu bizim kitabda verilən yəni belə deyək də proqramımıza düşən hissədir. Ümumiyyətlə bilmirəm əvvəldə qeyd elədim ya yox. Xətainin Dəhnaməsi 1506-cı ildə yazılıb, ana dilində yazılıb. Və bunu da qeyd edelim ki, Azərbaycan ədəbiyyatında dəhnamə yazmaq ənənəsi olub. Yəni ədəbiyyatımızda dəhnaməni yazan ilk yazıcı, ilk sənətkar Xətai deyil. Dedik ki, dəhnamə 10 məktub deməkdir, amma Xətainin Dəhnaməsindən əvvəl ədəbiyyatımızda Hümam Təbrizi var, Marağalı Öfvədi var ki, onlar dəhnamə yazıb. Marağalı Öfvədinin siz dəhnaməsini fars dilində bilirsiniz, amma fars dilində yazıb olar. Amma Xətainin Dəhnaməsinin, Hümam Təbrizinin, Öfvədinin Dəhnaməsinin əsas fərqi nədir? Həm Xətaydə bu əsər həcmcə iri əsər idi. Nikbin-sonluqla bitirdi və özünə qədər ki, yəni Xətaiyə qədər ki dəhnamələrdən, xüsusən də Öfvədinin dəhnaməsindən, məsnəvisindən ona görə fərqlənir ki, bu əsər ana dilində yazılmışdı və burada insanın pəriyə vurulması, eyni zamanda öz dəyanəti, belə deyək də fədakarlıq sayəsində həmin pərini ram eləməsindən söhbət gedir. Bundan başqa dedik ki, Xətainin Dəhnaməsində bağban, huş, ah, göz yaş kimi simvolik surətlərdə bura əlavə. Bunu da qeyd edim ki, Dəhnamənin, yəni bizim poemamızın mövzusu məhəbbətdir, əsas ideyası məhəbbət uğrunda fədakarlıqdır. Burada Şah İsmayıl Xətai bu ideyanı aşiqin simasında əyaniləşdirir, yəni məhəbbət uğrunda fədakarlığı. Çünki o göstərir ki, həqiqi aşiqlərin dözümlü olması, onların vüsala yüksək iradə ilə çatması, xoşbəxtliyin real yolunun mənəvi saflıq olması, daxilən təmiz olanların həqiqi məhəbbətə layiq olması burada Dəhnamədə irəli sürülən əsas fikirlərdir. Bundan başqa deyə bilərik ki, əsərin qəhrəmanı vəfalı, iradəli, dözümlü olan aşiqdir. Bu xüsusiyyətlərinə görə aşiq pərlər məkandakı bağbanın rəğbətini də məhz bu xüsusiyyətlərinə görə qazanır. Səbanın, huşun, ahın, göz yaşının yardımından, bağbanın və onun orada məktəb yoldaşı da var idi ki, o məktəb yoldaşının məsləhətlərindən faydalanaraq məşuqəyə məktublar göndərir, daha səbirli olur, eyni zamanda inadkar olur və axır ki, məşuqənin də məhəbbətin həqiqiliyinə və onun öz məhəbbətinin həqiqiliyinə, layiqliyinə inandırır. Və ona görə təbii ki, vüsala çatır. Vüsala çatmaq da qovuşmaq deməkdir. Aşiqdən sonra ikinci obraz var ki, bu da məşuqə obrazdır. Bəs məşuqə obrazı haqqında nələr deyə bilərik? Məşuqə obrazı əsərdə Pərlər bağında, belə deyək də, cinlər gülzarında yaşayan bir obrazdır və onun ətrafında gəzənlər, qulluğunda duranlar hurilərdir, pərilər də eyni zamanda insanlardır ki, bağban insan, real insan surətidir. Məşuqə gözəlliyi, məğrurluğu ilə öyünür. Və bu qız aşiqin ilk məktubundan qəzəblənir. Yəni qasidi Səbanı qovur. Bağbana acıqlanır. Deyir, mən kipriyi, qaşı, gözü oxam, gözələm, göyçəyəm. Hətta yenidən Səba onun yanında gələndə dedik ki, onu saçlarından həbs eləyir. Amma göz yaşının 3-cü elçindən sonra ürəyi yumşalır, aşiqin halını xəbər alır, Səbanı azad eləyir. Və aşiqin dözümlü, iradəli olmağını yüksək qiymətləndirir ona görə də. Bu cəhətlərinə görə aşiq, belə deyək də, aşıqı vüsalla, yəni qovuşmaqla mükafatlandırır və onu görüşə dəvət edir. Ümumilikdə bu əsərin forma xüsusiyyətlərinə baxdıqda isə burada mifik düşüncə, məhəbbət haqqında sufi görüşlərindən vəhdətdə verilir. Burada təriflənən vəfa, sədaqət, daha sonra deyə bilərik sabit qədəmlik, ilahi eşqin atributlarıdır bunlar. Bunlar real eşqin atributları, göstəriciləri deyil. Çünki sufizmə görə ilahi eşqə yetməyin yolu təhlildə də qeyd elədiyim kimi pərilər, mələklər aləmindən keçdiyinə görə baxın, burada artıq aşiqlər vəhdət məqamına mələklərlə görüşəndən sonra yüksəlirlər. Yəni ilahi eşqə çatmaq həmin o mələklərdən keçir də, belə deyək. Ona görə də bunlar vüsala çatırlar, amma vüsala çatandan sonra aşiq məşuqədən halallıq istəyib ayrılır. Artıq bu ayrılma özlüyündə aşiqin haqqa yetmək mərhələsi idi. Çünki bu mərhələni qutarıb növbəti mərhələyə keçəndə, o son mərhələyə, haqqa, vüsala yetəndə artıq təbii ki, ayrılmalı idi da o. Qızdan ayrılmalı idi ki, ilahi eşqə yüksələ bilsin. Ona görə də Dəhnamədə həm əsatiri mifik, həm ilahi sufi, həm də real dünyavi sevginin əlamətlərini biz görə bilirik. Daha sonra Dəhnamə haqqında nə deyə bilərik? Dəhnaməni dedik ki,
kompozisiyası da maraqlı quruluşdadır. Çünki klassik ənənələrə uyğun olaraq poemanın əvvəlində rəsmi giriş var ki, rəsmi girişinə deyəndə nəyi nəzərdə tuturuq? Münacatdır, nətdir, daha sonra Meracnamədir ki, bunlar verilir və bundan sonra hətta Dəhnamədə İmam Əlinin və başqa imamların da tərifi verilib. Daha sonra isə Bahariyyə hissəsi gəlir ki, onu ətraflı izahını vermişik. Bahariyyə hissəsi gəlməsi artıq Xətainin Dəhnamədə elədiyi bir yenilik idi. Çünki o yazın gəlişini, baharı, belə deyək də, insanın eşqə düşməsini, bahar fəslində eşqə düşməsini təbii görür. Bu belə. Daha sonra nəyi deyə bilərik? Əsərin ümumi qısa məzmununda deyək ki, düzdür, bunu artıq ətraflı şəkildə verdik, amma yenidən ümumi götürsək deyə bilərik ki, eşqə biganə olan, sevənləri əbləh adlandıran bir nəfər, belə ifadə eləyək, bağda yatarkən yuxuya gedir, bir gözəl qızı yuxuda görür, yəni o pərini yuxuda görür, ona vurulur, aşiq olur. Baxın, onu real olaraq görmür, yenə qeyd edirəm. Qəmli, kədərli günləri keçirir və aşiq sevgilisinin kimliyini, harda olmasını bilmir, yadımızda qalsın. Və Allaha yalvararaq ondan kömək istəyir. Hatifdən gələn səs onun sevgilisinin Pərilər bağında yaşayan pəri olduğunu bildirir. Və Hatifin göstərişi ilə Pərilər bağına gələn aşiq burada bağbanla qarşılaşır, amma əvvəlcə bağbanın sərt müqavimətinə rast gəlir, amma sonradan bağban aşiqi başa düşür. Ona görə də bağban ona Səbanı tapıb məşuqəyə ondan məktub göndərməyini məsləhət görür. Biz orada bağbanla Səbanın danışığında görəndə bağban deyirəm, mən səni gözləyirdim ki, gələsən, məktubu gətirəsən. Baxın, onun səbəbi budur. Sadəcə bizim kitabımızda, dərsliyimizdə çox ixtisarla verilib deyə oxuyanda, özünüz oxuyanda onu başa düşməyə bilərsiniz. Amma bağban əvvəlcə aşiqin özünü görür, ona müqavimət göstərir, onu əvvəlcə etiraz eləyir gəlişinə, sonra amma aşiq özünü ona inandıra bilir. Ona görə bağban məsləhət görür ki, sən Səba ilə məktub göndər. Və aşiq Səbanı bir çəməndə tapır, Səba yeli daxı. Dərdini ona danışır, Səba birinci məktubu məşuqəyə aparmağa razılıq verir. Birinci məktubda artıq aşiq məşuqənin gözəlliyini təsvir eləyirdi. Məşuqə birinci məktubu cırratır, Səbanı qovur, özünü öyür, lovğalanır. Aşiq ikinci məktubdan Səbanı yenə məşuqənin yanına göndərir. Bu dəfə də məşuqə məktubu cırır, atır və öz bəxtindən gileylənən aşiq Səbanı üçüncü məktubdan yenə məşuqənin yanına göndərir. Məşuqə artıq bu dəfə Səbanı həbs elətdirir. Eyni zamanda burada qeyd edim ki, Xətai bu yerdə məşuqəni Türki Tənnaz, yəni Türk gözəli adlandırır. Daha sonra gəldikdə isə aşiq yenə öz taleyindən şikayətlənir. Aşiq öz halını könül dostu bildiyi məktəb yoldaşına açır. Məktəb yoldaşı da aşiqa məsləhət görür ki, o biraz da səbirli olsun və deyir yenə də məşuqəyə məktub yazsın. Və artıq dördüncü məktub məqamı gəlir ki, dördüncü məktubu demişdik ki, kimlə göndərirdi? Bu dəfə Huşu seçir, dördüncü məktubu Huşla göndərir. Amma yenə məşuqənin acığı tutur. Beşinci məktubu da yenə Huş aparır və təbii ki, məşuqədə yenə də ürək açan bir xəbər gətirmir. Aşiq yenə taleyindən şikayətlənir, yenə dostuna üz tutur. Dostu yenə bir məktubda yazmaq məsləhət görür. Artıq dedik ki, 6-cı məktubu, bəs 4-ü 5-i dedik Huş göndərir, 6-cını isə Ah göndərir. 6-cı məktubu Ah aparır və Ah məktubu bağbana verir. 7-ci məktubu Gözyaşı aparır. Bunların hamısını aşiq göndərir daha, təbii ki, bunlar öz başına getmirdilər. Bağban artıq məşuqəyə bildirir ki, aşiq ona məktubla bərabər töhfə də göndərib. Məşuqə aşiqi əbləh, daha sonra muradsız adlandırır və onun ünvanına, belə deyək də, ümidsiz dolu şeir deyir. İkinci dəfə məşuqənin yanına yollanan Gözyaşı 8-ci məktubla birlikdə aşiqin hədiyyələrini də aparır və artıq bağban Gözyaşının hədiyyələrlə gəldiyini məşuqəyə deyir yenə. Məşuqə Gözyaşını qəbul eləyir və aşiqin fədakarlığını qiymətləndirir artıq 8-ci məktubda, Gözyaşının apardığı məktubda. Gözyaşı sevinir, buna görə də bu xəbəri, bu artıq yaxşı bir, belə deyək də, xəbərdir, əlamət idi. Aşiqə çatdırır. Aşiq də həm Gözyaşını, həm də məktubu nə idi, üzr istəyirəm, məşuqəni tərifləyir. Və artıq 9-cu məktubdan sonra bunun, yəni məşuqənin ürəyi yumuşalır, nəhayət ki, məşuqə öz o tilsimini qıra bilir. Axı özünü öyürdü, o hamıdan gözəl idi. 9-cu məktubda ürəyi yumuşalır. Yəqin hədiyyələr alanda xoşuna gəlir də. Pəri də olsa, qadın ki, qadın. Məşuqə 3-cü dəfə onun yanına gələn Gözyaşını tərifləyir. 3-cü dəfə dediyimiz 3-cü məktubda yox, bax bunu səhv başa düşməyin. Daha sonra Gözyaşını tərifləyir və artıq 9-cu məktubda ürəyi yumuşalır. Axı 9-cu məktubu gətirəndən sonra Səbanı azad edir. Bu da yadımızda qalsın.
Bu da düşür göz yaşının 3-cü məktubu gətirməsinə. Ümumilikdə isə məktubların sayı artıq 9 idi. Yəni yanlış anlaşılmasın. 3-cü məktubdan sonra ürəyi yumşalmır. Göz yaşının 3-cü məktubunda, ümumi 9-cu məktubda ürəyi yumşalır. Səba saçlarından həbs olunmuşdu, onu azad eləyir və məşuqə aşiqi vüsala dəvət eləyir. Amma bu müjdəni aşiqə kim çatdırır? Təbii ki, Səba. Səba çatdırır. 4-cü dəfə Səba məşuqənin yanına gəlir. Niyə 4-cü dəfə? Ümumi bu 10-cu məktubda, amma Səbanın 4-cü dəfəsi idi. Və Səba aşiqin 10-cu məktubunu və şeir hədiyyəsində gətirir. Orada artıq aşiqlə məşuqə vüsala çatır. Məşuqə aşiqin səbrini tərifləyir. Sonda isə aşiq halallıq istəyib məşuqədən ayrılır. Bu da Dəhnamənin ümumi məzmunu, Dəhnaməyə aid fikirlər. Belə. Bir də dedik ki, bunu da qeyd edeyim ki, aşiq necə olur ki, testə düşə bilər ki, məşuqənin belə deyək də inamını qazanır. Aşiq məhz dözümlü olduğuna görə məşuqənin qəlbini fəth eləyə bilir. Nəyə görə? Sırf dözümlü olduğuna görə. Ümumiyyətlə Dəhnamə poemasında ümumilikdə 26 qəzəldən istifadə edilib, qeyd dəftərinizə qeyd edirsiniz. Bir mürəbbədən istifadə edib, qeyd dəftərinizə qeyd eləyin. Daha sonra poemada Qurandan götürülmüş ayələrdən istifadə olunub. Bir də poemanın başlıqları fars dilindədir. Bu da yadımızda qalsın. Poema özü ana dilindədir. O başqa məsələ. Amma poemanın başlıqları isə fars dilində olacaq.